Hətta bax, ananın başına gələn iş sənin də başına gəldi də. Sən də uşağı tək böyütdün Əlhəmə. Düzdürmü? Niyə ayrıldın Əlhəmə? Amma mən sevib evlənməmişdim. Mən elə ögey atam var idi deyə elə ki, başımı götürüb qaçmağa qənimət bilmişdim də, bildim necə. Anlada bildim. O da nə bilim, yəni söhbət ona getmir ki, sevməyib də ailə quranlar var ki, ayrılmırlar, xoşbəxtdirlər. Onda da mən istəmədən ayrıldıq. Oğlumun 1 yaş var idi artıq. Elə bir hadisə baş verdi ki, o Rusiyaya getməli oldu. Nə baş verdi? Nəsə bir hadisə baş verdi də elə bir ki. Kriminalla bağlı. Hə, bu eləmədi, hə. Ağır cinayətidir. Hə, ağır cinayət amma onluq deyildi də. O sadəcə elə bir şey getdi ora. Sonra gəldi bir neçə illərdən sonra. Gətir. Deyəsən hə. Hə. Səhv eləmirəmsə elə. O da mən də gənc idim, biz başım da çıxmırdı. O vaxt sosial şəbəkələr də yox, biləsən kim kimə nədir. Elə bilirəm ki, onu belə incitdilər və o getdi Rusiyaya. Rusiyaya da bunlar həmişə hər il gedirdi. Gül Bakılı idi, Nardaranlıdır mənim oğlumun atası. Gül işlərinə baxırdılar da, aparırdılar Rusiyanın şəhərlərində satırlar elə. Belə gedirdi, gəlirdi. Bu dəfə gedəndə biraz zəng vurdu, xəbər çıxdı ondan. Hər gedəndə xəbər eləyərdi. Da belə zəng vurardı. Bizdə telefon yox idi. Özü o həmişə deyirdi ki, evə telefon çəkilmişdi, bir dənə aparat alıb qoymurdu evə. Ki mən də deyirdim, aparat qoy da sinif yoldaşlarımla danışım. O da deyirdi, padruqalarımla sinif yoldaşlarım. Onda bir sözü vardı, belə deyirdi, padruqa yıxan öyi. Belə yıxa bilməz. Demirəm, elə inanırsınız, o vaxtda mənim qulağımda sırğa olub ki, padruqa yıxan öyi söhbəti. O mənim qulağımda qalıb, mənim bir dənə padruqam yoxdur ki. Belə yaxın xanım 6 ay kimi xəbər gəldi, pul zat göndərirdi. Sonra tam xəbər gəlmədi də bunlarla bir şey. Qonşu məni çağırmadı ki, səni telefona çağırırlar. O vaxt əl telefonu yox, bir şey yoxardım. Necə? Sonra mən özümü kəşf elədim ki, mənim səsim. Həməs deyə heç belə mən ümumiyyətlə dünyaya gələndən qəbul olunmamışam da. Atam belə qəbul eləməyib, anam bətnindəkən məni. Bax belə. Sonra özümü qəbul elətdirdim, gördünüz? Mən hadisə olub ki, elə bir addımın, hərəkətin olub ki, sən onun xəcalətini çəkirsən. Ya peşmanlığını çəkirsən? Peşmanlıq bəzən olur. 1 yox, 5 yox, peşmanlıqlarım belə çoxdur. Amma xəcalətin dadım yoxdur. Xeyr, xəcalət çəkəsi bir şey elə bilirəm mən. Çox az Azərbaycanlı qadının başına gələn işlər sənin başına gəlib. Məsəl üçün, adətən kişilərin başına gəlir. Həbsxana deyirəm. Bax, buna görə sən peşman deyilsən? Yox, mən bayaq sözümüzün əvvəlində də, söhbətimizin əvvəlində də mən dedim ki, anamla danışanda dedi ki, qəbul eləyəndi də. Bax, mən də başıma gələn hər bir şeyi normal qəbul eləyirəm mən. Və hər bir o faciədə, hər bir o başıma gələn bəlada mən hikməti görmüşəm. Hikmət, Allah orada hikmət nədir? Orada hikmət nədir? Orada hikmət çox böyükdür, amma elə hikmətlər var ki, mən onu açıqlaya bilmirəm də. Sən bilmədinsə hikmət, hansı hikməti deyirəm, mənə nəhlət. Amma yox, mən orada özümə görə nəyi hikmət bilirəm. Yəni, məsəl üçün, mən düşünürəm ki, orada insan elə bir qənaətə gələr ki, yanlış elədim, gəldim bura. Eləməməliydim, kaş ki eləməzdim. Hə, bəs o yanlışını qəbul, yox, hikmət o idi ki, mən bunu deyirəm. Düzdür, hamı deyir ki, kaş ki eləməzdim, mən də dedim ki, kaş ki eləməzdim, belə şeylər olur. Nəsə, eləsən deyirəm, kaş ki eləməzdim, kaş ki olmazdı, kaş ki. Hə. Amma hikmət ondadır ki, həqiqətən də mən başıma gələn hər bir çətinlikdə, bir ziyanda bir xeyir görmüşəm. Həmən görməsəm də, həmən adam başına deyir, ay niyə belə oldu falan. Amma sonra görürsən ki, o olmasaydı, bu olmazdı, nə bilim, bu olmasaydı, bu olmazdı. Xeyir o idi ki, insanlar tanıyırsan, dara düşəndə, çətinə düşəndə, başına bəla gələndə, şad günündə hamı səninlədir. O işığıma hamı yığışar, qaranlığımdan qorxmayan insanlar lazımdır da insana, başa düşdür. Yəni, onda ələnir, onda insan tanıyırsan, baxırsan ki, bu sənin qaranlığında kim qaldı səndən? Bu işığında hamı ilə mənədir də. Belə, insanları tanıdım, nə bilim, bəlkə daha başqa bir şey ola bilərdi, bəlkə mən o hadisələrdə mən də ölə bilərdim, məsəl üçün də. Amma bəlkə Allah Taala məni orada məsləhət oranı bildi. Bildiniz necə? Səbr, mən həm də çox səbirli insanam. Səbrlə hər şeyə yanaşıram. Ona görə, yəni, aqressiv deyiləm də mən tez özümdən çıxmıram. Mən düşünür, mən özümdən çıxartmaq ümumiyyətlə çox çətindir. Vəziyyətlə barışırsan deyə daha asan barışıram da düşünürəm də. Vəziyyət oldusa artıq barışıram da, bu oldu. Amma insanlar yanıma gəlirdi, yəni dost tanış, yəni bu sahədən də müğənnilər gəlirdi. Sən çıxanda yanıma gəldilər. Gəldilər bəli yanıma, amma ora icazə vermirdilər. Əslində istəmirdim bu barədə heç danışım. Amma da sual verdiniz, mən də cavabladım. Mənim heç kimə icazə yox idi. Ona görə ancaq ailəm gəlib gedirdi. Amma çıxandan sonra gördüm, hamı gəldi, səni gördü. İndiyə qədər görürlər hələ. Dəstəkdilər. Bir də ki, bunda deyim də bu barədə getmişdir. Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm. Mən bir dənə şey deyim ki, bax bir qadın olaraq, qadın başına o şey gəldisə, qadın hörmətdən düşə bilir, belə cəmaət ona nifrət edə bilir. Mən amma hikmət bəxt dedik ya. Məsəl üçün o hadisədən sonra mən biraz daha elə bir ki, sevildim. Bilsən necə? Bəlkə bizim millətimiz bəlkə belədir, qoy belə pis çıxmasın deyim də. Elə bir ya öləsən ki, sənə deyirlər ki, ay Allah, vay kim itirdi. Ya da nəsə başına bir bəla gəlməsə